StoryJumper elektron kitab yaratan resurslardan biridir. Elektron kitabı yaratmaq üçün ilk öncə qeydiyyatdan keçməliyik. Bunun üçün storyjumper.com adlı saytə daxil oluruq. Daxil olduqdan sonra sign up əmrini klikləyirik və sign up bölməsində qeydiyyatdan keçməyin bir neçə üsulunu bizim üçün göstərib. Nümunə üçün Google yaxud da Facebook ünvanından istifadə edə bilərik. Nümunəyə görə mən Google-dan istifadə edəcəm. Google-da keçid etdikdən sonra mövcud meylimiz göstərir. Əgər yoxdursa meylimizi özümüz yazmalıyıq. Hal-hazırda mən meylimi daxil etdim və razılaşıram ki, bu faylımı yaratmaq istəyirəm. Daha sonra məlumatlarımızı daxil edirik. Müəllim olduğumuzu qeyd edirik. Eyni qaydada müəllim olduğumuzu qeyd etdikdən sonra biz ünvanları qeyd edirik, məktəb kodumuzu yaza bilərik, məktəbimizin adını yaza bilərik və ən sonda isə sign up əmrini klikləməklə artıq qeydiyyatımızı tamamlamış olacaq. Qeydiyyatımızı tamamladıqdan sonra artıq digər bir mərhələdir. Hansı sinifə tədris ediriksə onları qeyd edə bilərik. Nümunəyə görə bizim hansı fənlərimizi, hansı siniflərə daha doğrusu tədris ediriksə onları qeyd edirik. Fənnimizi qeyd edə bilərik. Yaxud burada əgər siyahıda varsa həmin fənnimizin adını qeyd edə bilərik. Əgər yoxdursa da aşağıdan müvafiq olaraq biz fənnimizi qeyd etməliyik. Və daha sonra submit əmrini klikləyirik və artıq bütün hər bir mərhələ, yəni 3 mərhələ tamamlanmışsa, biz kitabımızı yaratmağa başlayarıq. Create bölməsini klikləyirik. Müəyyən bir saniyə gözləmək lazımdır və gözlədikdən sonra təlimat videosu gəlir. Biz bu təlimatla tanış da ola bilərik, ingilis dilindədir və ya bunu klikləyərək digər bir bölməyə davam edirik. Bizim üçün müəyyən bir səhifələri izah edəcək. Açılan ilk səhifə bizim kitabımızın ilk üz qabığıdır. Burada kitabımızın adını qeyd edə bilərik. Digər səhifədə isə bu kitab haqqında anotasiyanı qeyd edə bilərik, yəni yaradacağımız resurs nə haqqındadır. Digər səhifələrdə isə artıq biz səhifəmizi müvafiq olaraq burada qeyd olunur, bizə izah edir. Çünki ilk dəfə qeydiyyatdan keçirik, bizə bu mərhələlərin hər birini izah etməkdədir. Və digər səhifələrdə isə artıq biz resurslarımızı əlavə edə bilərik. Bunun üçün tekst mərhələsindən gəlin başlayaq. Tekst bölməsi bizim kitabımızın içərisinə hər hansısa bir mətnlərin əlavə edilməsidir. Müxtəlif dizaynlar var. Sadə mətn qutusu əlavə ediriksə, müvafiq olaraq sadə mətn qutusunu əlavə edəcək. Nümunə üçün Bakı şəhəri adlı bir başlıq qeyd etdim. Digər bir bölməyə gəlin baxaq. Props bölməsi nədir? Müxtəlif elementlər var. More prop bölməsində daxil olmaqla hər hansısa bir yaradacağımız resursa görə müəyyən foto formatında hər hansısa bir şəkillərin axtarılmasıdır. Digər bir bölməyə gəlin baxaq. Burada isə arxa fon effektləri üçün olan müəyyən bir şablonlardır ki, biz kitabımızda arxa fonlardan necə istifadə edəcəyik. Ola bilər ki, hər hansısa bir fərdiləşmiş bir şəkil əlavə etmək istəyə bilərik və ya kompüterin bizə təmin etdiyi müxtəlif formada dizayn nümunələri var ki, hər birindən istifadə edərək biz kitabımızı tamamlaya bilərik. Nümunə üçün mən müəyyən bir başqa bir foto əlavə etmək istədim və müvafiq olaraq qeyd etdim. Sağ tərəfə isə deyək ki, mən digər bir özüm foto əlavə etmək istəyirəm. Bu zaman yenə də foto əmrini klikləyəcəm. Kompüterimin yaddaşından hər hansısa bir fotonu əlavə edə bilərik. Bunun üçün də yenə də kompüterimizin iş masası açılacaqdır və əlavə edəcəyimiz hər hansısa bir resursu bura daxil edə bilərik. Məsələn, deyək ki, daha öncə yaratdığım hər hansısa bir şəkili bura əlavə etmək istəyirəm. Open deyəcəm və həmin foto soruşacaq ki, ekran boyunca olsun, yaxud da kiçik bir şəkil formatında tənzimlənsin. Birincini seçdiyim zaman bütün səhifə boyunca tənzimlənəcək, digərində isə adi bir foto olaraq
bizim kitabımıza daxil edilə bilər və daha sonra isə biz özümüz ona müəyyən bir ölçünü verə bilərik. Və bu şəkildə eyni qaydada səsli bölmələr də əlavə edə bilərik. Sol tərəfdə göstərildiyi kimi voice bölməsinə klikləyirik, recording əmrini seçirik və mikrofonun işlənməsinə icazə verdikdən sonra artıq səs yazımız yazılacaqdır və bu recording tamamladıqdan sonra isə bizim kitabımıza əlavə edilə bilər. Müxtəlif musiqi fonları əlavə edə bilərik, effektlər əlavə edərək kitabımızı zənginləşdirə bilərik. Və hər şey hazırdırsa artıq save and exit edə bilərik. Bu funksiya ilə biz artıq kitabımızı yaddaşda saxlamış oluruq. Google Classroom-dan inteqrasiya edə bilərik. Sinifimizdə biz bunu yarada bilərik, şagirdlərə əlavə edə bilərik və ya sadəcə olaraq yaratdığımız kitabı digər yoldaşlarla bölüşmə şansımız da var. Hazırlanmış kitablar home menü sətrində aşağı hissəyə düşdüyümüz zaman ümumi hazırladığımız My Book bölməsində görünür. Yeni kitab yaratdıqda isə növbəti yeni kitabda yenə Create New Book deyəcək. Yox, əgər həmin kitabla biz hələ də işimizi davam etdirmək istəyirsə, Edit əmrini klikləyərək davam edə bilərik, yəni redakt edə bilərik, yaxud oxuya bilərik. Bu cür şəkildə bizim kitabımız davam edəcək. Biz nümunə olduğuna görə digər səhifələri boş saxlamışıq. Eyni qaydada share əmrini klikləməklə də bu kitabımızı paylaşmaq üçün kopya edərik linkini və kopya etdikdən sonra isə link vasitəsilə digər şəxslər üçün də göndərməyimiz mümkündür. Eyni qaydada biz əgər redakta etmək istəyiriksə, bu zaman isə kitabın redakta linkini göndərəcəyik və bu şəkildə də artıq bir kitabı iki və daha artıq müəllif bunu yazıb zənginləşdirə bilər. Bunun üçün isə nə edəcəyik, onu göstərək. Kitabımıza yenidən daxil oluruq, redakta imkanını vermək üçün. Collaborate bölməsindən biz müvafiq olaraq digər həmkarların mailini daxil edib, onu invite bölməsini klikləməklə kitabımıza müəllif kimi daxil edə bilərik.